Hər kəs salam dostlar, mən Rəşad. Gün gəldi, çatdı. Bakıya gəlirəm uzun müddətdən sonra. Son dəfə Bakıya yayda getmişdim. Artıq üstündən rahat bir 9 ay keçib. Dedim ki, bir Bakıya getmək lazımdır. Çox qəribə üstündə həyəcan var. Bilməm heç nəyə görə belə həyəcanlıyam, amma ilk dəfədir də. Artıq bu Bakı videoları biraz kanalda elə bil ənənəyə çevrilib. Hər dəfə gedəndə bir dənə Bakı videosu hazırlayıram. Azerbaycan'dan kardeşlerim gelmiş. Bana yemek ısmarlayacaklar dümenden. Arabaları da Hal-hazırda bunu dinləyirsinizsə artıq mən çox uzaqlardayam. Əsas da tək gedəndə insan yolda darıxır, danışmağa heç kim yoxdur. Dedim heç olmasa belə bir vlog tərzində hazırlayım. Siz də mənlə gəlin. Hal-hazırda Estonya hava limanındayım, Tallində. Normalda evdə başlayacaqdım videonu, amma düşündüm ki, gəlim elə hava limanında başladım. Bütün bagajlarımı vermişəm. 2 dənə bagajım var idi, onları verdim çekinə. Hal-hazırda da çıxmışam çölə, gözləyirəm. Düz 1 saat 20 dəqiqə var uçuşa. Normalda mən Bakıya gedəndə uzun yol olur buradan. İstanbula gedirəm. İstanbuldansa sonra Bakıya gedirəm. Birbaşa uçuş yoxdur və o yolları gedəndə artıq sizin o beliniz çox ağrıyır. Əgər bel sumkanız ağırdısa, normalda mən həmişə elə bir strategiya qururam ki, hər şeyi bagaja qoyum, bel sumkasında heç nə olmasın. Ümumiyyətlə məndən olsa bel sumkasına belə ehtiyac yoxdur. Amma bu səfər bel sumkamda düz 5 dənə kompüter var. Deyərsiniz 5 dənə kompüter nəyə görə var? Əslində Instagramdan məni izləyənlər bilir. Yeni bir kompüter almışdım, notebook. Bir dənəsi odur. Onu da təzə almışam deyə, içində hələ heç nə yoxdur onun. Dayı da qəribə baxır. Onun da içində heç nə yoxdur, təzə notebookun içində. Bir dənə də mənim 5 ildir işlətdiyim köhnə notebook var. Onu gəlib Bakıda məlumatları ona transfer eləyəcəm. Vaxtım olmadı burada eləməyə. Ondan sonra bir dənə mənim Linux kompüterim var. Balaca bir kompüterdir. Onu server kimi istifadə edirəm. Həmin orada bəzi məlumatlar var ki, mənə lazım olur. Bu da bayaq ki, mənə baxan dayı. Canım ay dayı. Ondan sonra isə bir dənə də dostum mənə dedi ki, MacBook al. Bir dənə MacBook almışam dostuma, o da bel sumkamdadır. Xoşuma gəldi, heç vaxt Mac işlətməmişdim. Dedim ki, bir dənəsini də özümə alım, baxa görək necə olacaq. Bir dənə də MacBook aldım. Yəni, ümumi olaraq 5 dənə bel sumkamda kompüter var. Həqiqətən çox ağırdır. Başqa da elə bir şey yoxdur. 2 dənə kamera var. Mikrofondur, tripoddur, belə şeylərdir. Yəni, mənə aid olan şəxsi əşya belə geyim tərzində heç nə yoxdur. İndi də hava limanı içindəyik, bagajlarımı vermişəm. Buranı da çəkəcəm, indi mənə buradan qovacaqlar hava limanından. Normalda çəkmək olmaz buranı da. Baxın, böyük hərflərlə yazılıb ki, kamera olmaz. Biletimi də telefona yükləmişəm. Məlum o security kontrollardan keçək. Bura məncə hamıya başa düşüləndir bura. Burada biraz 5-3 dəqiqə vaxt itirəcəm, amma ondan sonrası rahatdır. Estoniyanın ən sevdiyim tərəfi security control. Hava limanı boş olanda çox tez olur. Həm də yeni maşınlar gətiriblər. Paltarınızı sizin skan eləmək üçün əşyalarınızı. Əvvəl kompüterləri çıxarmaq məcburiyyətində idik. İndi Finlandiyadakı aparatlardan gətiriblər. Heç nə ehtiyac yoxdur. Elə gəlirsiniz, hər şeyinizi qoyursunuz. Bir-bir çıxarmağa ehtiyac yoxdur. Çox əladır. Bir də Estoniyada bu hava limanına təzə gətiriblər. Çox gözəldir. Burada bir idman zalı var. Gəlirsən burada qəşəng özün üçün idman edirsən. Təyyarəni gözləyə. Triceps extension və s. hər şey var ya. Yəni 100 saat burada bir idman eləmək olardı da. Buradan eləyə bilərəm, görəcəm. And out, but you still have love for me, girl. It's easy to love me now, but you love me if I was down and out, but you still. Çox da indi məcbur deyil hava limanının ortasında 100 dənə oturub turnik eləmək. 10 dənə elədim, yetərlidir. Bəli, təyyarəyə artıq gəldim, çatdım. Elə də çox adamı yoxdur. Hətta deyərdim ki, demək olar uçuşun bəlkə də yarısı boşdur, ya da mənə elə gəldi. Girişdə də o qədər adam yox idi.
Normalda daha çox adam olur. Buradan İstanbula təxmini 4 saat yarım kimi bir yol var. Ondan sonra da İstanbulda gözləməm olacaq. Sonra isə Bakıya gedib çatacağıq. Bakıya getmək ağlımda var idi ki, apreldə Bakıya gedəcəm, amma tarixləri bilmirdim. Elə vaxtı belə tez həll eləyib, elə səhəri gündə, yəni bu günə bilet aldım. Görək, geri dönüş bileti yoxdur. Yəqin ki, Bakıda bir həftə qalaram. Bir həftə qalandan sonra təsirlə dala qayıdacağam. İndi yüngülvari düzgünlə gecə yatmamışam heç. Dedim ki, yatmayayım. Uçuşda gəlib yataram. Biraz istədim ki, belə uçuş uzundur deyə. Dedim, uçuşu belə teleport eləyim özümü. Girən kimi yatmam alınmadı. Ona görə də biraz kompüterdə işləyəcəm. But you still have love for me, girl. It's easy to love me now. Would you love me if I was down and out? Would you still Təyyarədən düşdüm. Hal-hazırda İstanbul Hava Limanındayam. Uçuşuma da təxmini bir 3 saat var burada. İndi bir dənə maraqlı bir yer axtarıram oturmağa. Bu İstanbul Hava Limanı çox böyükdür. Bunu da hər videoda deyirəm. Hədsiz böyükdür də. Yəni, bəlkə də bundan sonra 50 il sonra da buranı təmir eləməsələr yetərli yer var burada. Burada da belə bir robot var. Hello. Hello. Is there anything I can help you with? No. I just here to chat or video chat. Yeah. Video record. Are you an AI agent? What does it say over here? It says not AI, but Yeah, I am not. in this world it's hard to believe anything. I think AI technology is not there yet. Really? Yeah. All right. That's a cool job to have. Like, can you like move the thing around? Yeah, I can do that. What a cool job is this? Thank I you. could certainly work like this. All right then. Thank you very much. Have a great, lovely day. lovely- Bye. Belə bir robotdur. Burada insanlara kömək eləyir, suallarına cavab verir. Həqiqətən çox gözəl bir işdir, evdən işləyir. Yəni mükəmməl bir işdir. Bizdə universitetdə də var idi, professorlar arada xəstə olanda belə gəlirdilər dərsə. İndi maraqlı bir dənə ətir axtarıram. Nə ala bilərəm görəsən. Ondan da əlavə əslində heç o qədər də ac deyiləm, təyyarədə yemək yedim. Amma susamışam biraz. Bir dənə balaca bir su olsaydı yaxşı olardı. Bir dənə mən bu qolsuz adamını alacağam. Jean-Paul Gaultier. Bəli, qolsuz bir adam. Çox maraqlı bir qutusu var bunun. Gözəl bir qutusu var. Amma bu qəşəng bir ətirdir. Versace 19 avroyadır. Bu ətir sayılır görəsən bu, amma yəni maraqlı bir iyi var bunun. Gözlədim təxmini 2 saat. Bəlkə də 2 saatdan da çox. Qapının qabağında. Axır ki, artıq insanlar yığışıb qapının qabağına. Düz 40 dəqiqədən sonra mən də oturmuşam, xəbərlər oxuyuram. Az adam var. Mən daha çox adam gözləyirdim. Yəni yenə də Estoniya uçuşu kimidir. Hardasa belə təyyarənin məncə yarısı belə dolu olacaq, ya da bəlkə də biraz tezdir, vaxtı da ola bilər. 40 dəqiqə qalıb çox vaxt bəzən gec gəlirlər. Görək nə olacaq. İnsanlar gedir. Yüngülvari də yorğunçuluq var. Kimsəyə demədim, valla quzu özüm əldə. Yorğunçuluq təbii ki var. Az öncə özüm əldə ki, Yavaş-yavaş tərpənmək lazımdır. Xəbərlərimi geyib təyyarədə oxuyacağam. Gözəl xəbərlər. Mindim təyyarəyə. Görək necə olacaq. Təxmini düz 3 saat sonra Bakıda olacaq. Just waking up in the morning, gotta thank God. I don't know, but today seems kinda odd. No walking from the dog, no small. And mama cooked the breakfast with no I got my grub on, but finally got a call from a girl I wanna dig out. Bəli dostlar, axır ki gəldim, çatdım Bakıya. Dünən uçuşdan axşamdan sonra gecə çatdım Bakıya.
Ondan sonrasını gördünüz. Gecə çatandan sonra heç nə. Elə yatmışam, indi də səhər oldu. Durdum səhər yuxudan. Saat 9-dur hal-hazırda. Özümü biraz qəribə hiss edirəm, nə yalan deyim. Təxmini bir 30 dəqiqə əvvəl oyanmışam. Güngülvari yorğunçuluq var, düzdür. Biraz yorğunam. Amma maraqlıdır. İndi hər dəfə mən Bakıya gələndə özümü çox belə qəribə hiss edirəm. Nə baxımdan? Çünki hava biraz fərqlidir, çox istidir da bura. Ona görə, nə bilim, ümumi fərqi yoxdur, heç ondan da deyil. Cümləni düzgün qura bilmədim. Hər hansısa bir fərqli ölkəyə gedəndə, mühitini dəyişəndə insan çox özünü qəribə hiss eləyir. 1-2 gün, hər dəfə olur bu. Yəni 1-2 gündən sonra keçəcək, insan öyrəşir təmiz olaraq. İstəyirəm bu video biraz fərqli tərzdə olsun. Normalda mən bilirsiniz, keçən dəfə də Bakıya gələndə bir vlog tərzində çəkmişdim. Həmin orada daha çox belə öz işlərim yox, daha çox belə əyləncəli məkanlara getmişdik. Nə bilim, Dreamland'ə getmişdik, golf oynadıq. Daha çox əyləncə. Bugün o qədər belə işim var ki, əslində, bir çox əslində dostlarımla da görüşməliyəm. İndi görək saat neçədə görüşəcəm, necə görüşəcəm. Hal-hazırda amma səhər saatları çox gözəldir, istidir Bakıda. İndi sizə də ətraf mühiti göstərim, bilmirəm. İndi nə də olmasa, xaricdən də məni izləyən çoxlu izləyicilər var. Xaricdə yaşayan Azərbaycanlılar. Bakı üçün darıxmısınızmı? Belə bir sual verim sizə də. Bu vlogda uzun bir gün olacaq. Bu videonu izləyirsinizsə hal-hazırda özünüzə bir çaydan, kofedən hazırlayın. Həmişəki kimi videonu dayandırıb. Yeniliklər var, bəli, yolda da yeniliklər var. Bəzi yollarda gördüyüm qədərilə velosiped yolları var, avtobus zolaqları gəlib. Keçən dəfə mən Bakıda olanda deyəsən avtobus zolağı yox idi. Düzdür, bu küçədə avtobus zolaqları yoxdur, amma keçən dəfə dünən gələndə gördüm avtobus zolaqlarını. Maraqlıdır, yəni yollar dəyişib. Yəni mənə nəticədə maraqlı gəlir, çünki mən görməmişdim avtobus. Yəni normalda heç bir marağı yoxdur avtobus zolaqlarının, sadəcə insan yaşadığı yeri təzədən gəlir, görür ki, dəyişikliklər var. Adama qəribə gəlir. Mən normalda sözün düzün deyim, səhərlər idmanı bəyənmirəm. Daha çox axşam idmanı xoşlayıram, amma indi Bakıya gələndə özümə yeni bir axşam oturdum, düşündüm, dedim yeni bir rejim eləyəcəm. Səhərlər idmana gedəcəm, görüm necə bir mənə təsir eləyəcək. Ona görə də yəni arada bəzi fərqli idman növlərini, rejimləri də yoxlamaq lazımdır ki, görəsən sənin bədənin onu necə adaptasiya eləyəcək. Amma idmana getmədən əvvəl də insan indi həqiqətən sevinir. Bakıya gələndə sevinirsən. Nəyə görə sevinirsən? Çünki dostlarım buradadır, doğmalarım buradadır. Mən Estoniyada təkliyə öyrəşmişəm. Yəni bura gələndə, burada doğma üzlər görəndə, qohumlar, ailəni görəndə, dostlarımı görəndə həqiqətən insana çox xoş təsir eləyir. Onu çox xoşlayıram Bakıda. Yəni öz doğma vətənimdir də, nə də olmasa 17 il burada yaşamışam. İdmana getmədən əvvəl səhər bir dənə kofe içək. Ondan sonra gedək idmanımızı eləyək. Çox belə sərt bir idman eləyəcəm. Çünki həqiqətən bilmirəm nəyə görə üstümdə qəribə bir güc var. Deməli, idman zalına getmədən əvvəl özümə belə bir amerikano aldım. Bilirsiniz, demişəm ki, bəs keçən hansısa vlogda demişdim ki, şəkərli içkilərdən uzaq olacağam, şəkərli qidalardan. Onu deyəndən sonra artıq Instagramda story paylaşa bilmirəm. Məsələn, bir dənə story paylaşıram, şirniyyat var. Sıraca 40 nəfər yazır ki, bəs nə oldu, bəs şəkərli heç nə yemirdin. Onsuz şəkərli heç nə yemirəm, amma indi olur da arada elə gün olur ki, nəsə şirniyyat yeyə bilərəm. Yəni şəkəri onsuz da həyatımızdan 100% çıxarmaq çox çətindir indiki dövrdə. Yəni, bacardığınız qədər belə emal olunmuş şəkərdən uzaq olun. Arada məsələn, bir də keçən dəfə story qoymuşdum, çay içirdim. Yanında da qənd var idi 2 dənə. Nə qədər adam yazdı ki, bəs qənd yemirdim, bəs nə oldu, şəkərli hər şeydən uzaq idim. Yəni dediyim kimi, indi olur da bir həftədən bir, 2 həftədən bir, 2 dənə qənd məsələn ola bilər. Şəkərli qidaları həyatımdan çıxarandan sonra ümumi özümün gündəlik həyatımda dəyişikliklər hiss eləmişəm. Enerji səviyyələrim daha yaxşı olur. Niyəsə məndə belədir, siz də özünüz yoxlaya bilərsiniz, hər insanda fərqli ola bilər. Çox külək olduğu üçün keçdim içəri. Kofem hələ də var, çox qalıb, onu içəcəm. Və kofeni içəndə mən normalda həmişə səhər vaxtları kompüterim həmişə mənim yanımda olur. Yəni həmişə məni harda görsəniz kompüterlə görə bilərsiniz. Hər yerdə, həmişə əlimdə bir dənə kompüter olur. İndi otaqdadır kompüterim.
Amma bəzi elə işlər də var ki, telefondan da həll eləmək olur. Məsələn, Bakı üçün indi gəlmişəm, çoxlu planlarım var. Ümumi olaraq rejim elədir ki, məsələn, Bakıya gəlmişəm, fikirləşirəm ki, görəsən Bakı üçün spesifik nə edə bilərəm. Amma həqiqətən gündəlik nələr edirəm, ölkələr arasında çox dəyişmir. Estoniyada da hardasa eyni keçir. Məsələn, Bakıya gəlmişəm, yenə də aşağı-yuxarı eyni keçir. Çox dəyişiklik yoxdur. Bir də əsas nə istəyirəm eləmək? Bir, indi beynimə qoymuşam ki, izləyicilərlə görüş eləmək istəyirəm. Çox insanın marağı var. Çox olmasa da belə bir 40-50 nəfər izləyici ilə görüş keçirmək istəyirəm. Desəm ki, gəlin bir yerdə görüşək, çox insan gələcək, çox sağ olun. Amma Instagramdan da yazırlar, o qədər kütləni mən orada necə idarə eləyəcəm, onu fikirləşirəm. İndi bəlkə də Bakıda olduğum müddətdə bir dənə izləyici görüşü də eləyə bildim. İzləyici görüşü eləsəm çox maraqlı olar, maraqlı seminar tərzində bir görüş keçirmək olar. Məsələn, indi səhər vaxtı direkt mesajlarını da oxuyuram sizdən gələn. Əsas olaraq bir 30 dəqiqə, 40 dəqiqə oxumağa çalışıram. Sonra axşam yatanda da oxuyuram. Yəni gündə bir neçə dəfə direktdəki bütün mesajlara baxıram. Nə mesajlar gəlib, cavab verə biləcəyim bütün mesajlara həqiqətən cavab verirəm. Bir də əsas olaraq mənə maraqlıdır ki, siz görəsən belə tərz videoları sevirsiniz. Yəni kameranı mən tutanda, yoxsa kameraman tərəfindən çəkiləndə mi daha yaxşı olur? Düzdür, bəzən belə olur videolar. Ölkədən, vaxtdan, yəni imkanlardan asılı olaraq bəzən elə yerə gedirəm ki, məsələn, orada mənim videomu çəkəcək heç kim olmur. Yəni siz hansı videonun tərzini daha çox bəyənirsiniz? Mənim öz bəyəndiyim tərz həqiqətən bu tərzdir. Mən belə tərzi daha çox bəyənirəm. Özümü çəkəndə niyəsə belə daha mənə real gəlir. Eyni necə günümü sizə eyni tərzdə əks elətdirə bilirəm. Kofem də az qaldı. Çay qalxaq idmana. Çox güclü bir idman olacaq. Hər şeyi hazırlamışam. İdmanda insana nə lazım ola bilər? Çox güclü bir mahnı playlisti. Qulaq asacağım mahnılar. Çox pis xəbərim də var. Baxın, sizə pis xəbəri göstərim nədir. Bir tərəfi itdi. Axır ki, yəni, hara getdi bu, hara yox oldu, amma hardadısa otağın içindədir, tapa bilmirəm. Bir tərəfi yoxdur, indi bir tərəfsiz musiqiyə qulaq asacağım. Təbii ki, direkt mesajlarından fərqli günə əsas mənim başlamağım, nə ilə başlayır başqa da, gündəlik xəbərlər, dünyadakı bütün xəbərləri oxuyuram, əsas olaraq kiber təhlükəsizlik xəbərləri, ümumi digər xəbərlər də var ki, mənə lazımdır. Onları oxuyuram. Hər gün bu xəbərləri oxumaq məcburiyyətindəyəm. Yəni, əsas kiber təhlükəsizlik oxuyursunuzsa, onsuz bütün xəbərləri oxumalısınız. Mən həmişə hər gün xəbərləri oxuyuram. İndi bəzi fərqli sahələr var ki, onları da gələcək videoda danışarıq. Həmin sahələrdə də əgər işləriniz varsa, orada da xəbərləri oxumalısınız. Proqnoz eləmək üçün, gələcəyə proqnoz eləmək üçün o xəbərləri oxumalısan və geri qalmamaq üçün. Məsələn, mən bir həftə xəbər oxumayanda girib bir ton xəbər çıxır qabağıma. Məsələn, bu xəbər saytını oxuyanda da gördüm ki, bu xəbər saytındakı bəzi xəbərlər paylaşılmır. Digər gərək 5 dənə web saytı oxuyum. Ona görə də girdim, çox rahat özümə Telegramdan bir bot hazırladım. 5 dənə web saytdan mənə lazım olan, içində lazımlı keywordlər, açar sözlər olan xəbərləri mənə göndərir. Girib elə avtomatik Telegramdan oxuyuram. Yəni çox rahatdır. Ona görə də həqiqətən kiçik bir özünüz Python öyrənib özünüzə çox rahat bot hazırlaya bilərsiniz hər şeydə. Zalı sizə belə göstərim. Panoramik mənzərəsi var. Düzdür, çoxlu kardio aparatları var. Düzdür, balacadır, amma belə çox fərah bir idman zalıdır. Demək olar, bütün Bakını görmək olur. İdman edirsən bodybuilding üçün, ağır çəkilərdən sonra əlvi qaldıra bilmirsən idmanda. Yəni boksda, yəni sparring edirsən kimdənsə, əlvi yuxarı qaldıra bilmirsən. İnkişafdan başqa da, yəni sizin mental sağlamlığınız üçün də çox xeyirlidir. Yəni, belə çətin şeyləri eləyəndə beyin istər-istəməz bu çətinliyi öyrəşdiyi üçün insanın özündə belə bir hiss yaranır ki, ümumi tək idmanda yox, həyatın hər yerində istədiyimi eləyə bilərəm. Belə də düşünə bilərsiniz. İndi burada
səhər vaxtı bir çox ağır idman fikirləşirdim, amma çox ağır olmadan bir idman eləyəcəm. Çünki axşam ola bilsin ki, boksa getdim, sparing eləməyə. Əslində, məncə yaxşı bir plandır. İndi hərənin öz fərqli, elə insan var ki, bəlkə uyğun deyil onun üçün. Yəni, insandan insana fərqlidir. Hal-hazırda deməli, necə başlayacağam idmana? Bugün biraz qaçacağam. Əvvəldən hal-hazırda məndə nə kimi fərqlər var deyə soruşsanız, əvvəl mən çox kardioya üstünlük vermirdim. Yəni, hal-hazırda isə tam əksidir. Hədsiz çox kardio eləyirəm. Mənim çox xoşuma gəlir kardio eləməyə artıq. Qaçmaq olsun və yaxud elə döyüş idman növlərinin özündə məşqin böyük bir hissəsi onsuz kardiodur. Yəni, həqiqətən çox gözəl histir. Biraz qaçacağam. Ondan sonra 100 dənə turnik eləyəcəm tez. Ondan sonra isə biraz çiyin əzələlərinin üstündə işləyəcəm. Yəni, çiyin məşq eləyəcəm. Yəni, bu qədər. Təxmini bir saatlıq məşq olacaq. Səhər saatlarında mən məşq eləməyə öyrəşməmişəm. Amma fərqi yoxdur. Yəni, qısa bir müddətdə beynim, yəni təxmini bir 5-6 günə təzədən beynim adaptasiya olacaq səhərə. Çox da çətin deyil. İndi biraz məşq eləyim, görək necə olacaq. Məsələn, bu idman zalının daha belə bir müsbət tərəfi dediyim kimi, bu görüntüsü çox gözəldir. Elə insan var ki, bəlkə də bu görüntü ona motivasiya verə bilər. Mənim üçün açıq çox da fərqi yoxdur. Padvalda da olsa, gəlib qaça bilərəm orada da. Amma maraqlıdır da, indi gəlirsən səhər vaxtı, oturdun burada, kofevi içdin. Bir dənə tez Instagrama story qoyursan ki, bəs idmana başladım, günə idmanla başladım. Elə bir story qoyursan ki, insanlar, bütün hamı, yəni nə qədər səni insan izləyirsə, onlar 100% bilməlidir ki, sən idmandasan. Onların, deyək ki, təsdiqini almalısan da, cəmiyyətin təsdiqi sənin üçün çox vacibdir ki, yəni idman eləyirəm mən, baxın görün. Zarafat bir yana, 20 dənə turnik eləmişəm, qalıb 80 dənə, tez eləməyə çalışacağam. 12-10 eləyirəm, 1 dəqiqə aralıqlarla. Yaxşı olur, hər dəfə daha da belə hiss edirəm ki, daha rahat olur eləmək. Əsas da bir müddət var ki, məsələn 100 turniki keçəndən sonra bədən belə çox yorulur axı. Həmin o yorulanda elə düşünürsən ki, yorulmamısan da, təzə belə sinməyə başlamısan. Elə bir özünə təzədən güc yığırsan, daha da belə bədən çox rahat gəlir. Buradan kameranı qoysam, gedib turnik eləsəm, necə olar görəsən. Deməli, hələ öyrəşə bilməmişəm muscle-up eləməyə, təzə öyrəşməyə çalışıram. Bir dənə yoxlayacağam, görək. Çətindir muscle-up eləmək, onu da öyrənəcəm. Buranın patoloku başım dəyər yuxarı. Amma onu da yavaş-yavaş öyrənəcəm. Qəşəng günəş vurur dostlar burada. Bilirsiniz, mən günəşi çox xoşduram. Estoniyada günəş olmamağına rəğmən günəşi sevirik. Deməli, bayaq videonun başlığını çəkəndə bir nəfər TikTokdan, bir nəfər də Instagramdan fərqli rakuslardan videomu atıblar. Baxın, videonun başlığını bayaq eləyəndə qorxuncudur mu deyim, yaxşıdır mu deyim. Əslində mənim xoşum gəlir. Doğrudan da çox sevindirici haldır. Məsələn, küçədə gəzirəm. İnsanların yanından keçəndə görürəm ki, mənə belə baxırlar. Çoxu yaxınlaşanlar çox olur, amma bəziləri də heç yaxınlaşmır. Yəqin ki, deyirlər yaxınlaşıb nə demək olar, amma belə görəndə yəni, ən azından danışa bilərik, mən danışmağı xoşlayıram. Axır ki, məşqi qurtardım. Həqiqətən çox möhtəşəm bir məşq oldu. Səhər saatı üçün çox əladır. Bilmirəm nə dərəcədə sizə uzun gəldi, yoxsa yox. Çünki yəni, çox çəkmədim açığı. İdman zalında çox adam var. Mən istəmədim açıq onları narahat eləyim. Nəticədə həm də buranın quruluşu elədir ki, belə yumrudur. Bütün insanlar düşür video çəkəndə. Amma əsas oldu, maraqlı məşq oldu. Nə elədim deyə soruşsanız, 100 dənə turnik elədim. 10 dəqiqəyə yaxın ipdən tullanma elədim. Çiyin işlədim, shoulder press, 5 set shoulder press elədim. Bacardığım ən belə ağır çəkilərlə. Lateral raise dedikləri o çiyini yana açma hərəkəti, ondan elədim. Sonra isə 1 kilometr qaçdım. Sprint tərzində çox sürətli qaçdım 1 kilometr. Bu qədər sadə. Ola bilər, məsələn, gələn ay
Estoniyaya da harasa təzədən qayıdanda orada fərqli bir proqramla, yəni indi baxır da aya görə. Mən əsas onu idmanı, yəni sağlamlıq, bir də ki özümü belə həqiqətən yaxşı hiss edirəm. Həm mental sağlamlıq, həm fiziki sağlamlıq üçün edirəm. Yəni elə insanlar idmana başlayır, deyir ki, mən deyək ki, böyümək üçün eləmək istəyirəm, onu yekəlim böyüyüm. Amma istər-istəməz onsuz da bədən onsuz böyüyür. Yəni bu qaçınılmazdır. Düzgün qidalanırsınızsa və idman edirsinizsə, yəni bunun böyüməmə ehtimalı yoxdur. Saat 10-dur. Dedim, neyniyək, neynəməyək. Ağlıma gəldi ki, bir dənə TikTok canlı yayım eləyim. Mən TikTok canlı yayımları mən çox belə arada eləyirəm. Bəlkə ildə bir. Çalışacağam canlı yayımlar eləməyə çalışım, amma TikTokda yox, daha çox YouTube-da və ya Twitch-də canlı yayımlar eləməyə çalışacağam. İndi baxacaq. Bir dənə TikTokda elə belə canlı yayım açmaq istəyirəm. Çoxdan da açmamışam. Görək nə qədər insan qoşulacaq. Çox maraqlıdır mənə də. Bəli, buradan qoysaq, məncə yaxşıdır. Adətən nəyə qulaq asıram normalda? Baxır, məsələn, çöldə maşın sürəndə çox vaxt belə nəyə qulaq asıram? Çox dəyişir əslində. Drake-a qulaq asıram, Central C-yə qulaq asıram. UK-də nə əcəb getmədin Central C-nin konsertinə? Mən açıq konsert xoşlamıram o qədər. Mən həyatda bir dəfə konsertə getmişəm, yəni ümumi həyatımda bir dəfə konsertə getmişəm. İstəyirsiniz hansı konsertli deyim onu. Deməli, bir dəfə həyatımda konsertə getmişəm, o da Travis Scott'un konsertinə. Onda da izdiham idi, yəni bildiyimiz. Ondan sonra heç inanmıram ki, hər hansısa belə çox məşhur adamın konsertinə gedərəm. Əsasda Travis Scott'un konsertləri hədsiz belə məşhur və çox izdiham, yəni dəhşət olur Travis Scott'un konsertlərində. Canlı yayımda təxmini bir 10 dəqiqə elədim. Sadəcə maraqlı idi ki, görəsən uzun müddətdən sonra insanlar nə qədər qoşulacaq canlı yayıma. Yəni qısa bir müddət ərzində, hərdəsə 6 dəqiqəlik bir canlı yayıma görə məncə 200 nəfər yaxşıdır. Gedim hazırlaşım, çıxım düşüm aşağı, görək nə edəcək. İndi oturmuşam burada, düzdür, bilirsiniz ki, mən universitet oxuyuram. Universitet oxuduğum üçün də Bakıda olsam da hal-hazırda mənim yenə də universitetim var. Ona görə də birazdan onlayn dərsim var, ona qoşulacam telefondan. Nəyə görə telefondan desəz, kompüterdən də qoşula bilərdim əslində, amma dərsin özü belədir ki, orada heç nə elə bilmədiyim üçün, yəni praktika olmadığı üçün leksiyaya sadəcə baxacam, amma maraqlı bir professordur. Onun leksiyasına baxmaq da maraqlıdır. Oturub ona baxacam 1 saat. Görək nələr öyrənə biləcəyik. Əslində o qədər son illərdə artıq kiber təhlükəsizlik olsun, nə bilim, IT olsun, o qədər artıq beynim öyrəşib ki, yəni yeni öyrənməyə həqiqətən mövzu tapmaq çox çətin olur. Da hər bir mövzu, hər şey qutarıb da professor prezentasiya eləyəcək. Onun elədiyi prezentasiyanı açıq mən özüm ondan yaxşı eləyərdim, yəni elə inanıram. Sadəcə bu ümumi orada bizim tələbə yoldaşlarımızdan hamı yəni texniki bir backgrounddan gəlmir. Fərqli sahələrdən gələnlər də var. Eləsi var ki, məsələn 35-40 yaşı var, həmişə biznes oxuyub və yaxud biznesmendir, gəlib kiber təhlükəsizlik öyrənməyə. Yəni ona görə də ümumi olaraq mənə nisbətən onlardan daha rahat gəldi. Düzdür, proqramın özü hədsiz çətindir. Normal insanlardan soruşuram ki, amma mənə o qədər də çətin gəlmir. Əslində üzmək gözəldir. Mən üzməyi də çox bəyənirəm, amma indi idmandan sonra burada təzədən üzsəm, axşam da boksa getsəm, böyük bir kardiodur bu. Məncə yetərlidir. Yəni məsələn elə günlər ola bilər ki, idmana getməyim, həmin günlər üzə bilərəm. Əslində bəlkə də üzə də bilərəm. İndi görək vaxtdan asılıdır. Amma burada oturub belə onlayn dərsə də girsəm məncə yaxşı olacaq. İndi fikirləşirəm ki, məsələn, kimsə kiber təhlükəsizlik ya da IT oxumayıb da bunu başa düşmə ehtimalı yoxdur da. Nə haqqında deyə soruşsanız, Advanced Reverse Engineering. İndi Reverse Engineering nədir deyə soruşsanız, Reverse Engineering mənim ən sevdiyim IT-nin qollarından biridir. Söhbət nədir? Hər hansısa bir proqramın, zərərli bir kodun və ya nə bilim virusun mənbə kodu olmadan dərindən analiz olunmağıdır. Mənbə kodu yoxdur. Sən onların daxili işləmə mexanizmini başa düşməlisən. Dərsə də yüngülvarı hal-hazırda baxıram. Çox belə mürəkkəb proqramları və sistemləri elə bil söküb analiz eləyirsiniz. Onların tam işləmə prinsipini başa düşürsünüz ki, necə işləyir. İnsanlar özünə gül kimi orada üzr zad deyir. Mən də orada
leksiyaya baxıram, olsun, maraqlıdır. Biraz bir saat baxım buna görə nə olacaq. Can we talk about us like we care about us? Can we talk about us? Bəli dostlar, hələ də dərsə baxıram. Mən əsas olaraq bu professorun danışığını çox xoşlayıram. Belə dərsdən danışır, söhbəti riski həyata bağlayır, nə bilim. Deyir məsələn, informasiya texnologiyaları belə deyir, insanlar da belədir, nə bilim. Qəribə bir adamdır. Deməli, düşdüm aşağı. Dostum gələcək, onu gözləyirəm, Murad. O da Amerikadan gəlir. Dedim, maraqlı bir söhbət eləyərik. Sizlər üçün də maraqlı olar. Onun təcrübələri. O da çünki gənc yaşından Amerikaya gedib, tələbə kimi. Artıq uzun illərdir oradadır, onu gözləyirəm. Sonra da oturacam, biraz dərslərə baxacam yəqin ki. Hələlik gün belə davam edir. Onsuz səhər saatlardır, hələ də yaxşıdır. Söhbətimizə davam eləmədən əvvəl istəyirəm ki, Murad, öz haqqında biraz danışasan, ümumi izləyicilər də səni tanısın. Məncə sənin çox maraqlı bir həyatın var. Ümumi, yəni həqiqətən elədiyində mənə görə məsələn sənin həyatın doğrudan da maraqlıdır. Mən düşünürəm ki, izləyicilər də elə fikirləşir. Hal-hazırda Miami'də yaşayırsan. Ümumi hal-hazırda onsuz gənclərin mənim məsələn özümdən deyim də mən elə düşünürəm. Yaşamaq istədiyi bəzi belə çox gözəl şəhərlər var. Ümumi Dubaydır məsələn, Dubayda yaşamağı çox insanlar həmişə arzu edir. Miami şəhərində arzu edir orada yaşamağı. Ondan sonra bəzi insanlar var ki, gedir Balidə, Bangkokda yaşayan insanlar da var. Onlar heç amma belə yəni maraqlı bir şəhərdə yaşayırsan, aktiv bir şəhərdə yaşayırsan. Məsələn mən özüm Estonyada yaşamışam. O qədər də aktivlik yoxdur. Yəni Miami'nin tam tərsidir də. Sənin yaşadığın həyat tərzinin tam tərzidir. Yəni soyuqdur, insanlar bir-birindən aralıdır. Sən özün haqqında biraz məlumat ver, məsələn, sən hal-hazırda Miami'də nə edirsən, ümumi xaricə necə köçmüsən, necə o fikir yaranıb səndə? Amerikaya master oxumağa getmişdim. Boston'da, Northeastern Üniversitetində Project Management fakültəsini bitirdim. Yəni 2 illik proqram idi, 1 il yarıma bitirdim. Sonra başladım project manager kimi işləməyə, fərqli sferalarda. Retail var idi, software companies, indi federal contracting'də işləyirəm. Remote-dur. Covid vaxtı işlər full remote olanda Boston çox soyuq bir yer olduğu üçün dedim ki, yəni, evdən işləyə bilərəmsə, niyə mən soğuk yerdə qalım? Ona görə köçdüm Miami'yə. Vibe-ı xoşuma gəldi, sən demişkən istidir və balaca şəhər deyil. Ona görə hər şey yığdım, köçdüm ora. Sənin də onda elə o gənclik illərim mən yaşda soyuq bir yerdə keçib. Çünki Boston özü də elə mən bildiyim qədərilə yəni çox soyuq bir yerdir. Qışı çox sərt keçir, qar olur. Çox soyuq. Məncə elə ona görə ən yaxşı universitetlər oradadır. Çünki yəni Amerikanın. Yəni MIT orada, Boston University orada, Harvard orada. Çünki başqa bir activity yoxdur. Yəni 10-11-dən sonra bir çox yer bağlıdır və çöldə heç bir şey eləyəmirsən çünki buz kimi soyuqdur. Oturursan ən yaxşı activity kitabxanada dərslərə hazırlaşmalıdır. Ona görə yəni ən top məktəblər oradadır. Belədir. Məndən məsələn suallar soruşurlar ki, ümumi harda təhsil alaq, xaricdə təhsil üçün. Deyirəm ki, yəni 2 dənə belə seçim var. Ya isti yerə gedərsən, isti yerdə təhsil ola bilər yaxşıdır, amma yaxşı da olsa, gözəl universitetlərdə olsa, ətraf mühitin sənin oxumağına çox da icazə vermir. Distraction çoxdur. Yəni Miami'nin o tərəfi var ki, sakit şəhərdəsən. Yəni, maksimum bir-iki dənə restorana gedərsən, dostlarla görüşərsən. Amma Miami'də yəni eventlər doludur. Hər həftə, hər gün hansısa nəsə event var, haradasa bir party var. Dostların deyəcək ki, okey, yaxt kiralamışıq, çıxaq party eləyək, kimisi ad günüdür. Yəni şəhər yatmır və mühit də ona icazə verir. Adi məsələn Bakıda da hal-hazırda gəlmişik indi. Bakının özündə də insanın fikrini yayındıracaq əslində çox şey var yenə də. Var. Düz insanın yenə özündən asılıdır. Fərqi yoxdur hansı şəhərdə yaşayırsan, yenə özünü təkmilləşdirə bilərsən. Amma yenə də ətraf mühitin sənə bir belə qatacağı mənfi və müsbət tərəflər var doğrudan da. Mən belə fikirləşirəm. Düzdürsən, mühit çox vacibdir. Getmisən Silicon Valley-yə düşmüsənsə və dostların hamısı entrepreneur, tech, nə bilim, data, AI danışırsa, sənin o fielddə uğurunu qazanmağın, yəni şansı qat-qat daha çoxdur. Elədir. Ona görə mən həmişə deyirəm də, dost çevrən nədirsə sən də olsan və çox dost çevrəndən çox da məlumat öyrənirsən də. Həqiqətən elədir. Yəni Bakıda da tapa bilərsən o çevrəni, amma yəni burada da bayaq dedikdə distraction çoxdur. Gərək fokus olasan öz işinə və xaricə gedəndə bir Azərbaycanlı gənclik üçün, təzə başlayanda
məqsədlə gedirsən və nə orada ailə var, nə belə yaxın dostlar var və Amerikanların özündə də belə oturub Azərbaycanda hər şey ailə yönlüdür, dost çevrəsinə yönlüdür. Amerikanlılar daha çox fərdi inkişaf, şəxsi həyat. Yəni maksimum səndən chit-chat eləyərlər, 1-2 dəqiqə havadan danışarlar. Yəni ona görə sənin özünə vaxtın çox qalır. Yəni bu mənim fikrim. Vaxtın da çox olanda doğma yaxın yanında olmayanda nə edirsən? O məqsədin üçün, o arzunu deyim, işindir, təhsilindir, ona lok olub, yəni Bakıdan daha çox effort verə bilirsən, daha çox vaxt sərf edə bilirsən. Xaricə köçəndə ətraf mühitin də xaricə köçmüş insanlarla dolu olur deyə. Yəni başa düşürlər də sən. Məsələn, bir çox insan deyir ki, hal-hazırda məndən soruşur ki, bəs xaricə köçmək istəyirik, ümumi təhsillə bağlı. 17-18 yaşı olan insanlar var. Bəzən keçən dəfə bir nəfər yazmışdı mənə, 28 yaşı var, xaricə köçmək istəyir, amma qəribə bir tərəddüd eləyir ki, görəsən köçsəm necə olar? Yəni yaxşı olar, pis olar. Çünki belə düşünsə, sənin doğrudan da həyatını dəyişəcək bir qərardır, böyük bir qərardır. Çünki yəni həyatında hər şey dəyişəcək xaricə köçəndə. Bu böyük qərarı vermək də elə bir qorxu ilə gəlir ki, görəsən necə olacaq. Səncə belə tərəddüd eləyən gənclərə və ümumən insanlara nə kimi məsləhətin olar? Yəni böyük bir riskdir. Səncə bu riski almağa dəyər, belə deyim? 100%. Sən risk eləməsən, yəni risklə reward bir-birinə uyğun şey. Nə qədər böyük riskin olsa, o qədər də böyük uğurun olacaq. Yəni qorxmasınlar, yəni ən betəri itirəcək şey nədir? Yəni getdin, ən azı diplomu alsan, Bakıya gələcəksən, yəni Amerikada, Avropada fərq eləmir. Yeni bir insan olaraq gələcəksən, daha yaxşı versə insan olaraq gələcəksən, əlində beynəlxalq diplomun olacaq. İşi də taparsan daha yaxşı, nəinki burada qalsaydın, yəni mənim fikrimcə. Yəni ən pisi budur. Yəni ən minimum budur. Gələcəksən öz vətənə, doğma yurduna, ailənizin yanına, əlində ekstra sənəd və xaricdə keçirilmiş, yəni master 2 il, bakalavriata 4 il gözəl illərin olacaq. Amma bu minimumdur. Amma istədiklərin alınsa, gözəl iş, gözəl karyera, ev, nə bilim, vətəndaşlıq, yəni güclü pasport, vizasız hər yerə gedə bilərsən. Yəni bunu məqsədinə qoysun, yəni adam ona doğru irəliləsin və bilsin ki, yıxılacaq yeri, yəni budur ki, ən azından qaldığı yerdən davam edəcək və daha güclü insanlar. Bunu düşünsən, bu mindsetlə baxsan, qorxacaq bir şeyin qalmır. Elədir. Bizdə əsas olaraq biraz digər insanların fikirlərinə çox önəm verirlər. Məsələn, Amerikada yaşayırsan və elə bir yerdə yaşayırsan ki, yəni orada həqiqətən insanların bir-biri haqqında nəsə düşünməyə vaxtı belə yoxdur ki, orada sənə desinlər nəsə. Hamı öz həyatını yaşayır da. İstəyi də yoxdur. Sən bu səsküyə fokusu versən, vaxtını ona ayırsan, hamını satisfy eləməyə çalışsan, özünə vaxtın olmayacaq. Sonra bir də baxacaqsan ki, nə qədər şansların olub eləməmisən, 50 plus yaşlı adamsın və indi doğrudan iş bitir. Amma bir də var ki, ya alındırasan, ya alınmasa deyərsən ki, ən azından mən bunu try elədim. Həqiqətən elədir. O peace of mind səndə olmalıdır. Ən miserable adamlar ambisiyalı, amma tənbəl adamlar. Bunu istəyirəm, onu istəyirəm. Yəni mən Amerikada yaşamaq istəyirəm, LA-də yaşamaq istəyirəm, Hollywood ulduzu olmaq istəyirəm, Singapurda stock marketdə partlatmaq istəyirəm. Amma ona qarşı addımlar atmırsan ki, bayaq dedim ki, istək varsa opportunityləri görə bilirsən. İstək yoxsa bahanələri görürsən. Oturacaq ki, mən bunu istəyirəm, amma başlamağa pulum yoxdur ya da pis ölkədə doğmuşam, pasportum zəifdir, mənə viza verməzlər, iş yerim pisdir və s. Bunlar olacaqsa elə də olacaq. Elədir. Yəni həqiqətən həyatda ümumən mən belə düşünürəm ki, bir şeyi həqiqətən doğrudan da məsələn bunu 80-90% demirəm də, 100% bir şeyi həyatda istəyirsənsə və 100% gücünlə çabalayırsansa, deyirlər ki, onu əldə edə bilərsən. Amma mən düşünürəm ki, 100% onu əldə edə bilərsən. Yəni orada uduzma ehtimalı həqiqətən indi bəzi deyək ki, xarici faktorları düşünməsək, orada uduzma ehtimalın yoxdur. Bir şeyi necəsə istəyirsənsə, məsələn deyirsən ki, hardasa yaşamaq istəyirəm. Onun üzərində çabalasan, işləsən, orada yəni mümkün deyil ki, sən o istəyivə çata bilməyəsən. Deyirlər, yəni təsəvvür edə bilirsənsə, deməli bacararsan. Yəni təsəvvürdə beynində onun detalını, yəni bu manifest deyirlər, qura bilirsənsə o məqsədi, deməli sən bunu bacararsan. Yəni sadəcə deməmək lazımdır. Alınmasa da, yəni düz alınmasan o neqativləri ağlında yaşatma. Amma ən betəri, yəni bilirsən ki, ən azından dənədin, yoxladın, olmadı. That's fine. Həm də peşmançılığın
belə deyim ki, o sənə verəcəyi əzab daha pisdir. Nəinki o yoxlayanda sənin o çəkdiyin əzablar. Peşmançılıq. Qorxu o kəşfi sözündən qorxmaq lazım ki, kəşfi belə eləyərmi? Kəşflərlə yaşamayasan. Elədir. Ağla düşdü elə. Yəni ən pisi nə ola bilər? Yəni ümumi hər şey həyatda elədir. Yəni çalış onsuz, yəni belə bir deyim ki, həyatda cəmi bir həyatınız var. Yəni çalışın ki, onu yaxşı yaşayasınız. Sən indi Miami-də yaşamısan uzun illər, ümumi Amerikada uzun illər yaşamısan. Neçə il olur artıq? 8 yarım. 8 yarım. Mən indi Estoniyada 4 ili keçmişəm indi. Ümumi olaraq mən də cavab vermək istəyirəm, səndən də soruşacağam ki, Miami ilə deyək ki, Bakının və ya Amerika ilə Bakının və ya Azərbaycanın nə kimi fərqlər görürsən ümumi? Amerikada istədiyin həyatı qurmaq üçün imkanlar və şanslar yəni çoxdur. Bakıda isə bu istilik, doğmalıq, yəni bəlkə bir Azərbaycan, yəni immiqrantam bu his məndə daha çoxdur. Yəni həmişə də olacaq, çıxmayacaq məndən. Amma onun üçün darıxıram Bakının və heç bir burger, heç bir nə bilim American fast food bizim dolmaya bu taba çatmır. O da var. Elədir, elədir. Məsələn mən də yəni açığı, yəni o necə izah edeyim? O doğmalıq üçün nə qədər də yaxşıdır həyatın sənin xaricdə, amma insandan asılı deyil, insan var darıxmır. Məsələn, mən çox darıxıram o doğmalıq üçün. Gəlirəm bura, ailəmi görürəm, doğma üzləri görürəm, mənə çox xoşuma gəlir uzun-uzun söhbət eləmək onlarla. Adi məsələn bizim çayımız belə, nə bilim, adama çox uzaqda belə yaşayanda, gəlirsən burada bir dənə çay içirsən, adama çox ləzzət edir. Yəni insandan asılıdır da. Ona görə yaşayasan, adı görürsən bu varenyada, mürəbbə. Gedirsən marketdə, orada rus marketdə falan, bir də o mürəbbəni görsən, yəni elə sevinirsən. Bir ildir, 2 ildir getmirsən, o mürəbbə ya da nə bilim, hansısa bir turşu sənin üçün böyük bir şey olur ki, bunu tapdın, yəni doğmalıq hiss edirsən. Elədir, yəni yaşayasan. Hər bir şeyində, yəni 100% sən hər bir şeydə xoşbəxt ola bilmərsən də deyək, içdən bir qərar verirsən xaricə köçmək, 100% bəlkə də xoşbəxt ola bilmərsən. Bəzi şeyləri fəda eləyib köçürsən xaricə, böyük şeylər fəda eləyirsən doğrudan da, amma yəni nəticəsi də ki, yəni çox vaxt pozitiv olur. Belə də nə vaxt vətənini darıxırsan, düzdür, çox darıxıram mən də bəzən. Yəni bacarırsansa gəl, ziyarət elə, təzədən gör. Yəni biraz çətindir də, yəni tam belə düzgün də ifadə edə bilmirəm. Razıyam sənə. Həyatda hər şey mübadilədir, yəni qısa desə al-ver. Nəyisə əldə etmək istəsə, bir şeyləri qurban verəcəksən, valyuta kimi. Mən xaricdə yaxşı həyat istəyirəm, oranın vətəndaşı olmaq istəyirəm. Bunun üçün təbii ki, sən illərlə öz doğma vətənindən ayrı qalacaqsan. Ailəvi çox gec-gec görəcəksən, darıxacaqsan, bəlkə çətinliyi görüb depressiyaya düşə bilərsən müvəqqəti. Bunlar hamısı olacaq, amma long term sonunda istədiyinə nail olmaq da var. Onun üçün də gərək insan otursun, tərəziyə qoysun ki, bu onun üçün yarayır yoxsa yox. Nə bilim, bu indi şəxsi bir, artıq işə biraz emosional şeylər qatdıq deyə belə ailə və s. o cavab verməyəm çox çətindir. Məncə maraqlı bir söhbət alındı. Biz də oturacağıq, biraz belə oradan-buradan söhbət eləyəcəyik, sonra günümüzə davam eləyəcəyik. Baxaq görək günün davamında nələr eləyəcəm. Sənə də Murad çox təşəkkür edirəm. Təcrübələrini bölüşdüyün izləyicilərlə. Görək indi bəlkə nə vaxtsa oturub maraqlı bir yerdə uzun bir podkast tərzində video eləyərik. Daha belə detallı və aktual mövzulardan, ümumi texnologiyadan və ya həyatdan, şəxsi inkişafdan məncə maraqlı olar. Muradla da maraqlı oldu, çox gözəl çaydan, kofedən içdik, uzun söhbət elədik, oradan-buradan. O da getdi Sibrizə, indi mən də gedəcəm, hal-hazırda yemək yeyəcəm, ondan sonra təzədən qayıdacam. Təxmini 1-2 dənə çoxlu yenə də işlərim var, yenə də onları görəcəm. Nə yeyəcəm, açıq heç bir fikrim yoxdur. Çoxdan da Bakıda maşın sürmək üçün darıxmışdım. Hal-hazırda hava belə çox soyuqdur. Səhər duranda hədsiz bir qəribə isti var idi. Deyirdik gözəl, günəşdir, əladır. Hal-hazırda soyuqdur. Xeyli külək var. Yəni heç belə isti də görsəm, onsuz da soyuqdur onsuz, amma külək var deyə daha da soyuqdur. Biz də elə bir templə geçsək, bəlkə də yaxşı ola bilər. Belə görürəm ki, buradan başqa tərəf çıxış yoxdur.
Təkim də. Yaxşılıq, sağ ol. Sən necəsən? Mən də deyirəm bu kimdir? Qiyam yolun ortasında video çəkir. Səni görmək xoş oldu, amma üzün bağlıdır deyə yəni məni tanımağa mümkün deyil də. Amma qəşəngdir ha. Vəziyyətə gəlmirsən orada. Belə də qaydacam təzədən tam yox. Hələ bitirməm. Cənab oyunçu. Cənab oyunçu. Cənab oyunçu. Bilmirəm köhnədən YouTube izləyirsinizsə tanıyarsınız. Çox köhnə bir YouTuberdir. Lap köhnənin heç o vaxt heç bir yəni sosial şəbəkə və s. heç nə yox idi də. 2017, 2016 var idi sosial şəbəkə, yəni video çəkən yox idi sosial şəbəkələrdə. Yəni Instagramdan belə video paylaşan çox az insan var idi. Əsas YouTube'dan danışsaq, ümumi YouTube'da 5-6 dənə kanal var idi. To me, I provide everything you need, and I like your smile. I don't want to see you cry. Got some questions that I gotta ask, and I hope you can come up with the answers, baby. Girl, it's easy to love me now. Would you love me if I was down and out? Would you still have love for me, girl? It's easy to love me now. Would you love me if I was down and out? Would you still have love for me? If I fell off tomorrow, would you still love me? If I didn't smell so good, would you still hug me? If I got locked up and sentenced to a quarter century, could I count on you to be there to support me mentally? If I went back to a hoopty for my bands, would you poof and disappear like some of my friends? If I was hit and I was hurt, would you be by my side? If it was time to put in work, would you be down to ride? I'd get out and chillin' drive. I'm asking questions to find out how you feel inside. If I ain't rap cause I flip burgers at Burger King, would you be ashamed to tell your friends you're feeling me? İdmandan çıxdım. Həqiqətən çox belə intensiv bir idman oldu. Hal-hazırda da gedirəm təzədən şəhərə. Kəmərimizi də bağlayaq təbii ki. Yaddan çıxmadan. Yaxşı döyüşə bilsən də bədənin o qədər də belə əzələli olmur. Fiziki cəhətdən dözümlülüyün olur, amma görünüş cəhətdən heç yəni bilmərsən ki, bu adam idmana gedir və yaxud getmir. Eləsi var, amma bodybuildinglə məşğul olanlar isə elə deyil. Bodybuildinglə məşğul olanlar da görsənir ki, yəni adam idmana gedib düzü döyüşməyi bilməsə də. Bundan da əlavə orada çoxlu izləyicilərlə tanış oldum. Yəni çox maraqlı söhbət elədik. Onlar da izləyirsə, onlara da yenidən salam göndərirəm buradan. Həqiqətən oradan-buradan xaricdə təhsil və s. çox maraqlıdır ki, indi Bakıda olduğum müddətdə çoxlu insan deyək ki, orada-burada mənə saxlayır, suallar verir və deyirlər ki, məsələn Rəşad, tək bakalavr yox, PhD oxumaq istəyirik, bura geçsək necə olar və ya magistr üçün bu ölkə seçimi necə olar, bu ixtisas seçimi necə olar və doğrudan da çox xoşlayıram ki, təsadüfi şəkildə bir insanla belə söhbət edirəm. Ondan əlavə deyə bilərsiniz ki, Rəşad, nəyə görə döyüş idman növünə yazılmısan? Bunun çox sadə bir səbəbi var. Çünki mən belə idman növünü bəyənmirəm. Sırf bəyənmədiyim üçün gedirəm. Çünki belə bir araşdırma var ki, və bu həqiqətən düzdür, yəni elmi olaraq təsdiqlənib ki, siz əgər gündə və ya həftədə deyək həyatınızda doğrudan da sevmədiyiniz bir şeyi məcbur eləyib onu eləyib bitirəndə sizin beyninizin müəyyən bir hissəsi var. Həmin o beynin hissəsi genişləyir və həmin o genişləyən hissədə sizin iradənizlə birbaşa bağlılığı var. Yəni sizin o iradə, deyək ki, risk götürmə, iradə qabiliyyəti olan o hissə böyüyür beyində. Həmin o hissə, məsələn, çox kök insanlarda, deyək ki, obez insanlarda çox balaca olur. Yəni, bu elmi təsdiqlənmiş bir şeydir. Beynin hansı hissəsidir yadında deyil, deyəsən orta singular korteksidir. Və həmin işlə doğrudan da sizin, belə deyim ki, zəhləniz getməlidir. Məsələn, qaçmaqdan zəhləniz gedirsə, siz 1 saat özünüzü məcbur edib qaçsanız, həmin o hissə uzun müddət ərzində böyüyür. Maraqlı olsa yazsanız internetdə bir çox universitetin web saytlarından girib o research kağızını oxuya bilərsiniz. Sırf ona görə gedirəm. Deyək, idmanın hər dəqiqəsində beynim mənə deyir ki, məsələn, bu məşqi qutaram, deyir, gələn məşqə məsələn getməsək daha yaxşıdır və ya məşqdən 1 saat əvvəl görəm beynim nəsə bəhanələr eləməyə çalışır. Həqiqətən qulaq asmıram, deyirəm gedəcəm, məcbur edirəm özümü. Yəni sırf bəyənmədiyim üçün gedirəm. Yəni siz də həyatınızda belə bir şeyi şamil eləsəz, fərqi yoxdur, nə olur olsun. İndi gedəcəm, oturacam biraz. Kompüterdə bəzi işlərim var. Fərqli bir saat, 2 saat ola bilər, işim ola bilər.
Onları eləyəcəm. Ondan sonra isə axşam dostlarım gələcək. Onlarla şəhərdə biraz çıxıb özümüz üçün gəzəcəyik ora-bura. Onsuz da həmin o dostlarım yəni mənə hava limanından gəlib götürmüşlər. Düzdür, orasını vloqa çəkə bilmədim, amma yəni görüşmüşük onlarla. Bir dəfə də görüşəcəyik axşam. Belə bir maraqlı bir gün davam eləyir. Bəli, axır ki, kompüterdə işlərimi bitirdim. Ümumi olaraq biraz paltarımı dəyişdim. Hal-hazırda da çıxacağam şəhərə. Dostlarım gəlib. Bəlkə dostlarımı da tanıyarsınız. Deyərsiniz, köhnə deyəndə bir neçə Ibiza Barcelona vloqunda da həmin dostlarım var idi. Nəticədə onlar da elə Estonyada oxuyurlar. Biraz axşam gəzəcəyik, görək necə olacaq. Çoxdan da axşam vaxtı şəhərdə gəzmirdim. Ətərsən Ələsgər. Nə var, nə yox? Ələsgər idi, birazdan danışaram. Yəqin ki, bəlkə də köhnə vloqlardan bəlkə də Ələsgəri də tanıyırsınız. Barcelona vloqu, sonra Ibiza vloqu, sonra burada da Fərid var. İndi danışarıq da bəlkə Azərbaycanda bir-iki rayona səfərimiz oldu. Ətərsən Fərid. Neynirsən, nə qarırsan? Allah razı olsun. Necədir Bakı gecələri? Çox gözəl, çox maraqlı. Çox maraqlıdır. Estoniyadan fərqli. İndi Fərid Estoniyada biznes oxuyub qutarıb, bakalavr. Ələsgər də mühəndislik. Əslində çox videolarda arxa planda Ələsgərlə Fərid olur. Düzü çox görmürsüz, amma bəzi vloqlarda belə indi tapsam 1-2 dənə kadr qoyaram. Ümumi olaraq Estoniyada uzun illər bir yaşamışıq, hara baxırsınız. Həyat hekayə, nəsə sonra danışaraq, gedək biraz gəzək, görək nə olacaq, oturum mən də. Kəsin, mən də. Təşəkkür edirəm, çox sağ olun. Son dəfə sənin Fərid kamerada görülməyin bizə hava vaxtı. Ibiza vloqunda maşını arxa eləyirəm. Yaxşıdır. Manat zəhmət Yox deyə, məndə kartdan danışaq. Hostel manat 2 dəqiqə. Parkovşik. Parkovşik deyirsə. Dirəmin manat yoxdur, bax həmin oradan. Görək Bakı necədir, gecələr. Əsas olaraq onsuz da son dəfə Bakıya gələndən çox da bir şey dəyişməyib məncə Bakıda. Avtobus zolaqlarını çıxmaq şərti ilə bir də. Keçən dəfə yayda velosiped zolaqları var idi Bakıda. Yəni mən gələndə də avqustda. Deyəsən yeni salındı. Deyəsən yeni də yox idi. Bir də maraqlı bir şey var, keçən dəfədən fərqli olaraq. Hədsiz tıxac var şəhərdə, saatdan asılı olmayaraq. Gecə saat 1-də də tıxac var, günorta, nə bilim, 2-də, 3-də də tıxac var. Amma hal-hazırda boşluqdur. Bugün indi ikinci gün axşamıdır, o qədər də dolu deyil. Yol polisi xidmətinin əməkdaşları gəlib insan üstündə. Bəzi yeniliklər gözümə çarpır. Nə deyir? Rəşad dedi. Kimsə məni çağırır oradan yoldan. Çox təhlükəli məsələdir. Görək nə deyir. Deyiləm, onsuz elə Bakı videosu çəkirəm onsuz. 5 nəfər mən sənə tövsiyə edirəm. Hə? Əla. Çox sağ olun. Sağ olun. Əslində burada oturmağın belə yaxşılıqları da var. İndi hal-hazırda hündürdə oturmuşam deyə hamını görürəm. Düzdür, biraz külək var, amma doğrudan da çox belə isti küləkdir. Kofe içməyə yer axtarırdıq. Dedik, harda kofe içə bilərik. Axırda gəldik çox belə heç kimin ağlına gəlməyən bir yerə. Port Bakı Volka. Keçən Bakı videosunda da elə burada başlamışdım. Düz elə bax, burada gəzirdim. Keçən Bakı videosunda da. İndi gəldik kofe içməyə. Amma çox az adam var. Normalda bura həmişə axşamlar çox adam olurdu burada. Səncə harda oturaq Fərid? Burada oturaq, yoxsa burada oturaq? İki dənəcəyimiz seçim var. Gəldik, oturduq. Amerikano sifariş elədik. Dedik ki, yüngülvari bir söhbət eləyək. Onsuz elə bir telefonda hər gün danışmırıq kimi. Dedik, yüngülvari görə həyatda nə dəyişikliklər olub, onu gələk danışaq. Kofe. Bəli dostlar, salam. İndi
Bakalavru qurtardınız Estoniyada. 200-də gələcək planlar nədir? Nə kimi planlar var? Ələsgər burun əməliyyatı olub. Ona da Allah şəfa versin. Gələcək planları haqqında danışmaq istəyirəm. Dedim axşam gəlmisiniz dincəlməyə, tez olaraq dedim ki, bir gələcək planlarımızı yadınıza salın. Gələcəkdə nə kimi düşüncələriniz var? İndi sual vermək istəyirəm ki, ilk öncə Estoniyada bakalavr oxudunuz. Necə oldu? Bəyəndiniz yoxsa yox? Onsuz da bəyənmişsiniz, amma belə ümumi olaraq fikirləriniz ya da Estoniyada oxumasaydın başqa harda oxuyardın məsələn? Estoniyada bakalavr oxuduq, bəyəndik. Bir cəhət xoşumuza gəlmədi, o da hava şəraiti idi. Hansı ki, çoxlu əziyyətlər çəkdik, depressiv havalardan. Amma Estoniyanın bizə qatdığı çox şeylər oldu. Həm təhsil həyatında, həm normal həyatda. Düppədüz. Məncə amma indi biz Estoniyaya köçəndə biz elə eyni il getmişik. Fərid Ələsgər mən eyni il getmişik. Gedəndə bizim 18-19 yaşımız var idi. Belə. Hətta 17. Ələsgərdə 17 idi. 17-18 belə də, yəni o yaşlı birinə görə məncə çox yaxşı bir seçim idi. Amma hal-hazırda biz gedən vaxtdan biz indi 2021-də getmişdik, 2020-21 belə. O vaxtdan hardasa Estoniyadakı qiymətlər bir 3 dəfə artıb. Bəlkə də digər Avropa ölkələrində də artıb, onu dəqiq bilmirəm, amma ümumi olaraq artıb hər yerdə. Heç onu qoyaq bir qırağa, indi qiymətlər onsuz öz yerində, qiymətləri hamı bilir. Heç gələcək planları, magistr onsuz eləyirsiniz. Hara getmək istəyirsən bax magistrda, Estoniyadan sonra? Hal-hazırda magistr üçün 3 seçim var, hətta 4. Dubaidir, İtaliyadır, İspaniyadır və Amerikadır. 4-ündən birində. Hal-hazırda qəbulları göndərmişik. Görək indi. Okullar gözləyirik. İndi təqaüd imkanları olsun, digər faktorlar olsun, ona uyğun bir seçim edəcəyik. Mənim də elə bir dənə seçim eləmişəm, onu da indi izləyicilər bilmir. Görək Ələsgər də müraciətlərini eləyib fərqli ölkələrə, o da gözləyir. Fərid də gözləyir. Bəs Fərid sən hara gedərdin belə Avropada magistr üçün ya da dünyada? Məndə də seçimlər eynidir. Dubai xarici olaraq. Mən Amerikaya, İtaliyaya, İspaniyaya göndərirəm. Üstünlüyümüz İspaniya olacaq yəqin ki. Dünən İspaniyada bütün ölkədə bütün işıqlar kəsilib. Deyəsən saatı dəqiq bilmirəm 10-12 saatdır. Səhər vaxtı bütün hər yer uçuşlar dayandırılıb. Bütün ölkə Portuqaliya, İspaniya. Bütün hər yerdə işıqlar kəsilib. Oranın da belə bir qəribəliyi var ki, İspaniyada infrastruktura biraz Avropanın o şimalından biraz daha belə aşağı səviyyədə mənə elə gəlir. Estoniyadakı soyuq temperaturlardan qaçmağa çalışdığımız üçün Estoniyada oxumuş Lüboy bir insanın İspaniya kimi, İtaliya kimi Avropa ölkələrini üst tutmağı yəqin ki normaldır, başa düşüləndir. Yəni o soyuqdan sonra insan istəyir ki, biraz isti yerlərdə də yaşasın. Belə, indi yüngülvari kofe içəcəyik, biraz söhbət eləyəcəyik oradan-buradan. Normalda onsuz söhbət eləməyə çox da mövzumuz o qədər də yoxdur, çünki onsuz gündəlik belə telefonda onsuz da danışırıq deyə. Çox bir mövzu yoxdur, amma Bakı haqqında belə oradan-buradan söhbət eləyib kofe içəcəyik. İndi görək, Instagramdan izləsəz, nə vaxtsa magistr qəbullarımız gəlsin, onu da Instagramdan paylaşacağam. Görək Fərid Ələsgər hara gedir. Bəlkə görək bu yaxınlarda da indi maraqlı bir rayon səfərimiz ola bilər. Orada da bir video çəkə bilərik, getsək. Hər hansısa bir rayona gedəcək, heç bilmirik açıq. Getmədiyimiz bir rayon da ola bilər, maraqlı ola bilər. Keçən yay İsmailliyə getmişdik. Biz orada vlog çəkə bilmədik, amma bəlkə təzədən o tərəflərdən, o bölgədən başqa bir rayona gedərik. Belə, indi bir dənə belə bir söhbət eləyəcəyik burada. Kamerada bir dənə bizi tutsa. Belə söhbət eləyəcəyik burada, oradan-buradan. Heç nə görək günün davamında nə edirik. Günün davamı deyəndə onsuz da gecə olub. Yəni kofe içəndən sonra bəlkə də yatmağın da vaxtı ola bilər. Tam elə kofedən sonra 100% yatmaq lazımdır. Buradan sonra vlogu sənə əmanət edirəm Fərid, sən danış mənim yerimə. Bakı gecələri maraqlıdır, bəli. Əsas olaraq indi bizə fərqli gələn nədir Bakıda? Üçümüz də Estoniyanın o soyuq yerlərini öyrəşmişik. Estoniyada gecə belə rahat-rahat gecə sürüşü olsun, onu eləmək çox çətindir. Çünki hava ona icazə vermir. Hələ qaldı ki, üstü açıq bir maşın. Yəni o mümkün deyil. Pəncərəni açıb sürmək olur, qaldı ki, üstü açıq bir maşın. Ona görə belə Bakıda maraqlı olur.
Fərid də gedir evə. Ondan sonra Ələsgər evə gedir. Ondan sonra da mən gedirəm. Fərid sağ ol, görüşərik sabah. Dəyərli Görüşərik. Getdi Fərid də. Həqiqətən çox da arxacan Fərid üçün. Məsələn, bu qədər maşını və səs-küyü Estoniyada görməyiniz mümkün deyil. Fərid də getdi. İndi axşam saatlarında görürsünüz 00:26 gecədir artıq. Ələsgər düşürdəcək məni evə. Rəfətlə sağollaşırıq. Görək sabah səhər, nə bilim, günorta və s. görüşərik. Gedəcəm evə, evdə də bilmirəm nə edərəm, görüm əgər göstərə bilsəm göstərəcəm. Orada da bir sonluğunu eləyərik. Belə, heç nə. Gedək onda yavaş-yavaş. Dostlar sağ olun.